Salam, necəsiz? Bugün mən ballı tort hazırlayıram. Uşaqlar ballı tort istəyirdilər. Mən də dedim ki, yaxşı hazırlayım, amma dedim ki, çəkim. Çünki ballı tortun mən daha rahat formasında hazırlayıram. Yəni o xəmir kimi aç, kəs, qoy, bişir, eləmirəm. Eyni dad, eyni daddır. Yəni heç bir fərq yoxdur. Eyni daddır, eyni cürə görünür, heç bir fərq olmur. Sadəcə olaraq daha rahat hazırlanır. Bunu mən internetdən görmüşdüm. İndi dedim ki, qoy o rahat formasında mən sizə çəkim. Madam ki, hazırlayıram. Deməli, mən bunu 2 porsiyalı, 2 qat yəni hazırlayacağam. Amma bunun yarısında eləyə bilərsiniz. Nəyə görə 2 qat hazırlayıram? Deməli, bütün ərzaqları. Çünki, fikir versəniz, bugün buynuzsuzam. Həmişə buynuzlarımla çəkirəm, bir dəfə də belə olsun. Deməli, çünki balaca, yəni tort hazırlamıram da, balaca tort hazırlamaq istəsəniz, belə 5-6 nəfərlik, belə bol boyda belə hazırlamaq istəsəniz, bunların hamısını, bütün ərzaqların hamısının yarısını hazırlaya bilərsiniz. Amma mən biraz deməli abyonlu bişirməm. Abyonlu deyəndə biraz belə böyük bişirmək istəyirəm deyə. Çünki uşaqlar çox xoşlayır və tez qutarır da. Ona görə də mən 2 qat deməli ərzaqlı hazırlayıram. Bunu yarı qatda yarısını eləyə bilərsiniz. Yəni heç bir problem yox. 2 stakan şəkər tozudur. Da indi əvvəldə dediyim kimi, indi siz bunu nə verirəmsə, siz bunun yarısı ilə eləyə biləcəksiniz. 2 stəkan şəkər tozu, 3 stəkan undur, orijinalda 1 stəkan yarımdır. 3 stəkan undur, 8 yumurtadır. İndi əvvəlcə mən deməli, bir də baldır. Bal 100 qram, mən 2 qat hazırladığım üçün 200 qram bal götürmüşəm. 200 qram balı indi başlayacağım qızdırmağa. Qızandan sonra çəkirəm. Deməli 200 qram baldır. 200 qram balı başlayıram qızdırmağa. Bu tamamilə qızmalıdır. Belə qoydum ki, kameranın daha aydın içi görünsün. İndi biraz turxod verdim ki, tez qızsın. Sonra azaldacağım xodunu, lam xodu qoyacağım. Bu qazana da baxmayın, bu da axşamın yeməyidir. İftarımızadır. Kişi sulu xörək istəyir. Siz bura fikir verin. Yavaş-yavaş artıq qızır. İndi normal çay qaşığı ilə 2 çay qaşığı soda, pişevoy soda, yəni 2 çay qaşığı soda bura əlavə edəcəm. Amma əvvəlcə biraz xodumu alıram. İki çay qaşığı sodanı əlavə edirəm. Bu 1 qaşıq, bu da 2-ci qaşıq. Sonra rəngi qaralana qədər, yəni qəhvəyi rəngdə olana qədər qarışdıracağım. Qızdıqca soda da şişir. Biliyorsunuz. Kütle şişir yani. Soda şişirdirdim. Görün kütle ne kadar oldu. Artıq qazın üstündən götürürəm. 200 qram yağı atıram içine, qaz üstündən götürdükdən sonra başlayacağım yavaş-yavaş əritməyə. Üzr istəyirəm. Yavaş-yavaş əritməyə.
Çünki istidir axı hələ. Nə qədər istidir əridəcəm. Ən birinci bunu hazırlayıram ki, bu biraz kənarda qalıb soyusun. Yəni otaq temperaturuna düşsün. İsti olmasın ki, o yumurtaları indi çalandan sonra bunu isti hazırlayıb töksək yumurta içində bişər. Ona görə də ən birinci bunu hazırlayıram. İndi bu 200 qram yağı əridəcəm bunun içində. Baxın, artıq yağ əridi. Sobanı da öncədən yandırmışam. 200 dərəcədə. İndi hər soba bir cür bişirir. Mən bilmirəm, valla sizin sobanız hər halda. Hər qadın öz sobasının dilini bilir. Mən 200 dərəcədə yandırmışam öncədən. Всё. Yağ tamamilə əridi. İndi bunu qoyuram kənara ki, soyusun. İndi isə kütlərini başlayıram hazırlamağa. Deməli 8 yumurtanı bura sındırıb qoyuram. Bismillahirrahmanirrahim. İndi mama bu videonu izləsə, mama əsəbləşəcək. Bilirsiniz niyə? Çünki mama deyir ki, o qədər yumurta misal üçün sındırırsan bir qaba tökəndə, mütləq ayrı qabda tək-tək sındır, at içinə. Çünki bir də görsən, birdən bir yumurtanın biri və yaxud misal üçün hamını sındırmışsam, tutaq ki, məsələn 7 dənəni sındırdım, sağ-salamatda 8-cini sındırdım, xarab düşdü bura. Deyir, 7 dənənin də evi yıxıldı. Ona görə də həmişə deyir ki, tək-tək bir dənə qab götür, tək-tək orada sındır. Salamatdırsa, belə şirniyyat falan bişirəndə əlavə et bura. İndi mən isə hövsələm olmadı, o yüzden tənbəlliyim. Tənbəl adam deyiləm, amma nədim, bilirəm ki, salamat olar da. Amma siz belə eləməyin. Siz mənim mamamın dediyi kimi eləyin. Mama ilə əsəbləşmə. Bu da 8-ci yumurta. 2, 4, 6, 7, bu da 8. İndi bu yumurtaları mən 2 stəkan pesokla, şəkər tozuyla başlayacağım çalmağa. Belə çalacağım ki, ağarana qədər, aksiyada, bütün şirniyyatlarda olduğu kimi. Bu mənim veteran mikserimi bilirsiniz də. Oy! Bu mənim veteran mikserimdir. Hələ ki karıma gəlir. Mən bununla bilirsiniz nələr düşünmüşəm, nələr hazırlamışam. Şişli ağardı. Deməli, kütləni çaldım, görün, şişli, görün nə havada oldu. İndi mən buna əvvəlcə vanili qatıram. Bir dəqiqə. Vanili qatıram ki, soda iyi, yumurta iyi falan gəlməsin. Yoxsa vaniliyi gəlmək üçün çubuqlar var. Onlar əslində o orijinalda ondan istifadə etmək lazımdır. Onlar yaxşıdır, daha vanil ətri gəlir. Bunları isə sadəcə yumurta iyini öldürür. Bu da soydu. Kütləm də artıq soyumuş bulunmaqdadır. Mən, deməli bir izləyicim yazdı ki, mən ekleri elə musiki ilə qısa-qısa göstərmişdim. Mənə dedi ki, bu ekleri normal çək baxmaq istəyirəm də necə hazırlanır. Ona da söz vermişəm. Bir gündə ekler pişirəcəm. İndi kişi də ballı tortu çox sevir. Ona görə hazırlayacağım. Əgər videonu bəyənsəniz, bəyənə toxunsanız, məni çox sevindirmiş olarsınız. Başak Çokan var Türkiyədə. Mən çox bəyənirəm o qadının danışıq tərzini çox bilən, bizim kimi danışır. Təbii, həqiqətən də həyatda çox çətinliklər yaşamış bir qadın olduğunu düşünürdüm və elə də sonra danışdı, gördüm elə də çıxdı. Nəysə, onun danışığını çox bəyənirəm. O həmişə başlayanda deyir, başlamadan önce bir beğeni yapalım anacığım. Önce bir beğenimizi yapalım anacığım. İndi mən də əgər bəyənə toxunsanız sevinərəm. Məni izləməyə alsanız çox sevinərəm. Və sizi çox sevirəm. İzləməyə almasanız da sizi çox sevirəm. Bəyənməsəniz də sizi çox sevirəm. Amma alsanız məni sevindirərsiniz. Almasanız da canınız sağ olsun. Nə eləyə bilərik? Vanili əlavə etdim. İndi deməli vanil bacını biraz qarışdırıram. Katon. Petöm. Sonra
Sonra indi bu kütləni əlavə ediyoruz. Deməli, bu bal, soda, yağ qarışığını əlavə etdim bura. İnanın, dadında heç bir fərqi yoxdur ya. Xəmirlə, o xəmir açırsınız ha, ballı tortda. Hə, onunla bunda heç bir fərq yoxdur. Eyni daddır, eyni şeydir yəni. Sadəcə bu daha rahat və tez başa gələn yoludur. Ona görə də eyni dad olduğu üçün məndən həmişə bunu istəyirlər. Yoxsa mənim yoldaşımın ən sevdiyi tortlardan biri Napolyon, biri də ballı tortdur. Yəni ki, o eyni dad olmasaydı, əsla deyəcəkdi, yox, mənim üçün bundan elə orijinal deməli, ballı tortdan elə. Amma eyni olduğu üçün həmişə istəyir. İndi oruçdur, kişinin başına düşüb ballı tort. Uşaqlar da dedilər, Dəniz də dedik ki, xüsusilə Dəniz ki, ay da Allahdan başqa şey istəyəcək. Hə, papa, ballı tort, amma mama olar pişirlər. Bir də mən elə bil orucam, mən orucam. Amma mən oruc olmağım nədənsə, mən elə bütün qadınlarda belədir, ailəli qadınlarda, məncə hamısında belədir. Mətbəx hansı qadının boynunadırsa və o oruç tutursa, mənə elə gəlir ki, ev əhalisinin gözündə o qadın heç oruç tutmamış kimi hesab olunur. Çox qəribədir. Heç mənim vecdərimdə almırlar ki, mən də orucam, mən də yazıqam. Amma mən zövq alıram, doğrudan. Uşaqlar, ailəm bir şey istəyəndə mən onu hazırlayıram. Sevinə-sevinə evə gəlib, onu yeyirlər. Bu yemək ola bilər, şimdi hər şey, nə olursa olsun. O qədər mənə zövq verir ki, tək Allah ruzusun yetirsin. Mən həmişə belə deyirəm. Allah ruzusun yetirsin. Bir də mənim mamamın çox gözəl bir sözü var. Deyir ki, evdə ruzu olarsa, evdə iş də olar. Qavqaşır batar, yuyarsan, ev eşik tökülər, təmizləyərsən. Evdə ruzu olmasa, nə xorey bişirəcəksən, nə də ev eşik töküləcək. Ona görə də tək həmişə ruzu olsun evdə. Bizim işimiz olsun, canımız da sağlam olsun ki, işimizi görə bilərik. Bu hazır. İndi unu hissə əlavə edirəm bu kütlənin içərisinə. Neysə, bu indi püskürə gedəcək. Mən hissə əlavə edim, hazırlayam. Sonra sizə hazır olmuşum, çəkim. Hazırdır. Görünür, yoxsa yox, gətirərəm, yaxından göstərərəm. Şöyle bütün unu da qatdım. Kütləm hazır oldu. Bunu mikserin başlığını təmiz çıxarmaq üçün yavaş söndürmədən yavaş çıxarıb söndür. Baxın, tərtəmiz, sıyırmaya ehtiyacım. Belki dibini sıyırıram, heç nə qalmasın. Gördünüz mü? Tərtəmiz çıxdı. Bunun texnikası budur. İçi də xəmirdən budur. Belə. İndi tavamı hazırlayıram. Sobanı da bilirsiniz, öncədən yandırmışdım. Tavanı hazırlayıram. Başlayıram pişirməyə.
Bunları yudum. İndi kreminə nə qatacağım? Vanil. Kremə mütləq vanil qatın. Çünki krem bişmir axı. Orada biraz ətriyi gəlir. Sonra 2 qaymaq. İran qaymağı. Bunlar çox ləzzətli olur. 2 qaymaq. Bir qaynanmış, deməli, qatlaşdırılmış süd, amma qaynanmış. Bir də ki, 50 qram, 100 qram yumuşaq yağ. Artıq qoymuşdum çölə ki, yumuşalsın, yumuşaq yağ. İndi bu yağı əlavə edirəm. Kremi üçün. Mən bilirsiniz, mən təmizləməsəm olur. İzləyib bəyənsəniz sevinirəm. Bir beğeni yapın anacığım. Bir beğeni yapın, ne olur anacığım. Qaymağı əlavə edirəm. Daha doğrusu qaymaqları. İnanın bu qaymaqlar çox smetanla falanla eləyirlər, amma bunun dadını vermir. Bunun yerini heç nə vermir. Amma mütləq yağda qatın. Yağ qatmasanız, yəni orijinal yağ metod kremlə fərqli olacaq. Çox da şey olmayacaq, yəni çox ləzzətli krem olmaz. Mütləq yağ qatmaq lazımdır. Deyirəm ki, bu yağ nə qədər deyirlər, zərərlidir, nədir? Amma yağ da nəyə daxil olursa, nəyin içinə qoyursansa, yağı onu ləzzətli edir. Mənim atamdan bir dəfə soruşdum, mənim atam həkim idi. Mən papamdan soruşdum ki, Papul, bəs hansı yeməklər zərərlidir, hansı yeməklər xeyirlidir? Nəyi yeməliyik, nəyi yox? Çox gözəl bir söz dedi. Dedi ki, bunu yadımda saxla. İndi mən bunun dibini şey eləyəndən sonra baxın, biraz sıxıram, bütünlər və hamısı tökülsün. Baxın, görürsünüz, yenə də, gördünüz mü? Yenə də çıxdı. Mən bunu siyirməsəm, dibini siyirməsəm, lüboy şeydə beləyəm və israf etməyi sevmirəm. Dibini siyirməsəm, əl çəkməyəcəm. Baxın, bundan da töküldü, gördünüz? Nəysə, papamdan soruşmuşdum ki, papa, nə zərərli, hansı yeməklər xeyirlidir, hansı yeməklər də zərərlidir? Papa mənə saymadan dedi ki, heç bir yeməyi saymadı. Dedi ki, dünyada nə ləzzətli yemək varsa, yəni xoraydan məsələn, ərzaqlardan çıxsın, dünyada nə ləzzətli varsa, hamısı zərərlidir. Bütün yeməklər zərərlidir. Hansı ki, ləzzətsiz, dadsız, duzsuz, heç xoşun gəlmir, onların hamısı çox yararlı, faydalıdır. Dedi, belə yadında saxla qızım. Mənə elə gəldi ki, yetəri qədər açıq, deməli, açıqlama verdim. Açıqlayıcı oldu yetəri qədər. Dedim, hə, o mənim heç yadımdan çıxmır. Ömürlük yaddaşıma qaldı. Vanili də əlavə etdim. İndi başlayacağım çalmağa. Hazır vəziyyəti çəkimi göstərim. Krem də hazırdır. Qoyacağım soyuducuya. Sonra da gözləyirəm ki, deməli, sloylar soyusun. Xəmirlər soyandan sonra hazırlayacağım. Yəni, tövbə safrullah, düzəltmə anın sizə çəkərəm. Yəni, bərbəzək halın sizə çəkərəm. Bunu belə çox da bərbəzək eləmirlər. Krem yeyəndə çəkərəm, onu da çəkərəm. Yəni, hazır formasında çəkim göstərirlər.
Tortiqim hazırdır artıq. İndi qoyacağım soyuducuya ki biraz özünü tutsun. Sonra çıxaracağım çölə, otaq temperaturuna düşsün. Ondan sonra yeməyi hazırdır. Yəni ki, əvvəlcə soyuducuya qoymaq lazımdır. Mənə elə gəlir ki, bütün şirniyyatlar, çünki mən hamısını belə eləyirəm. Soyuducuya qoyduqda özünü tutur. Sonra isə çıxarıb otaq temperaturuna düşməlidir ki, kojası artıq yumuşaq olur, nə bilim kremi yumuşalır. Belə tövsiyə edirəm hazırlamağı. Bu xanım qız indi universitetdən dərsdən gəldi. Kişi balam, bu kişi balam. Bu da dərsdən gəlib. Tortika hazırladım, yeməyi bişirdim, axşamı iftara yeməyi bişirdim. Sonra getdim oğlanı gətirdim. Qızım da gəldi. Kiçik qızım da mənim üçün bütün yuduğum qabı qaşığı quruladı. Nəysə, sizə də nuş olsun, bizə də nuş olsun. Hazırlayın. Çox asan yoludur və yəni ki, çox ləzzətlidir. Həmişə bütün yəni standart ballı tort dadında və eyni cürə görünür. Bura qədər izlədinizsə çox sağ olun. İzləməyi alsanız sevinərəm. Almasanız canınız sağ olsun. Bəyəndiysəniz like-a toxunun. Hazırlasanız bunu yazın mənə ki, hazırladım, necə çıxdı, nə cür oldu. Amma inanın mənə, daima bol ballı tortdan bişirəcəksiniz. Çünki bu ən asan yoludur və ən ləzzətlisi də, ya çox ləzzətlidir, çox dadlıdır və ən asan yoludur. Çox da vaxt aparan deyil. Belə, çox sağ olun. Sağlıqla qalın.